Salam, əlinizə bir xəritə alanda nə görürsünüz? Yollar, şəhərlər, sərhədlər. Amma əslində hər bir xəritə özünə məxsus bir dildə danışır, bir hekayə nəql edir. Bax, bugün biz sizinlə məhz bu gizli dili, yəni kartografiyanın vizual dilini birlikdə çözəcəyik. Yaxşı, bəs bu rəngli xətlər, nöqtələr, o qəribə işarələr yığını nə deməkdir? Bütün bu simvollar toplusunu aydın, anlaşılan bir hekayəyə çevirməyin bir yolu varmı? Əlbəttə, var. Bunu belə düşünün. Sizin əlinizdə xüsusi bir alət dəsti var. Bu dəstə cəmi 8 alət, yəni 8 üsul var. Siz bu üsulları öyrənən kimi qarşınıza hansı xəritə çıxırsa çıxsın, fərqi yoxdur. O, sizin üçün açıq bir kitaba dönəcək. Onda nə gözləyirik? Gəlin başlayaq. Budur bizim bugünkü yol xəritəmiz. İlk olaraq, gəlin görək, xəritələr miqyasa sığmayacaq qədər kiçik, amma çox vacib şeyləri necə göstərir. Yəni, tutaq ki, bir şəhəri, bir neft yatağını ya da tarixi bir qalanı xəritədə necə təsvir etmək olar? Bax, bu üsul demək olar ki, kartografiyanın əlifbasıdır. İşarələr üsulu. Yəni, xəritənin miqyasına sığmayan obyektləri, məsələn, bir məktəbi, bir körpünü, xüsusi simvollarla göstərmək. Çox sadə, amma çox fundamental bir qaydadır. Və bu işarələr o qədər rəngarəng ola bilər ki, məsələn, sadə bir dairə, kvadrat kimi həndəsi fiqurlardan tutmuş, dəmir yatağını göstərən kimyəvi işarəyə F-yə qədər. Və ya daha maraqlısı, bir limanı bildirmək üçün balaca bir lövər şəkli ya da tarixi bir abidənin stilizə edilmiş rəsmi. Hamısı mümkündür. Yaxşı, tək-tək obyektləri anladıq. İndi isə gəlin miqyası biraz da böyüdək. Bəs bütöv bir ərazini, məsələn, bir meşəni, bir iqlim zonasını, hətta bir ölkənin sərhədlərini xəritələr necə göstərir? Hava proqnozunu izləyəndə o əyri-üyrü xətləri görmüsünüz yəqin ki. Eyni temperaturu göstərən nöqtələri birləşdirirlər. Ya da, məsələn, dağların relyefini göstərən xəritələrdəki o kontur xətləri. Bax, bunların hamısının adı izoxətlərdir. Məntiqi çox sadədir. Eyni dəyərə, yəni eyni hündürlüyə, eyni temperatura malik nöqtələri birləşdirən xətlər. Və bu üsul əslində inanılmaz dərəcədə güclüdür. Baxın, eyni məntiqlə biz dağın hündürlüyünü, buna izohips deyilir, atmosfer təzyiqini, yəni izobarı, hətta okean suyunun duzluluğunu, yəni izoqaleni belə göstərə bilirik. Sanki gözlə görünməyən bir şeyi xətlərlə çəkib görünən edirik. Yaxşı, bəs hər zaman rəqəmlər lazımdırmı? Xeyr, bəzən bizə sadəcə bu ərazi necə bir yerdir sualının cavabı lazımdır. Bax, keyfiyyət fonu üsulu məhz bunun üçündür. Fərqli rənglər və ya ştrixlərlə bizə bir yerin torpaq növünü, bitki örtüyünü, geoloji quruluşunu, yəni keyfiyyətini göstərir. Keyfiyyət fonu ilə areal üsulunu qarışdırmamaq lazımdır. Baxın, keyfiyyət fonu bütün xəritəni rəngləyir, hər yerin bir xüsusiyyəti var. Amma areal üsulu daha, necə deyim, daha spesifikdir. O, yalnız müəyyən bir hadisənin baş verdiyi yerin sərhəddini çəkir. Məsələn, pələnglərin yaşadığı arealına və ya pambıq əkilən sahələri göstərmək üçün əladır. İndiyə qədər ancaq durğun şeylərdən danışdıq. Amma dünya heç vaxt dayanmır, həmişə hərəkətdədir. Bəs xəritələr bu dinamikanın, bu hərəkəti necə təsvir edir? Məsələn, küləkləri, okean cərəyanlarını, insanların köçünü. Bunun üçün hərəkət xətləri deyilən bir üsul var. Çox məntiqlidir. Birincisi, oxlar hərəkətin istiqamətini göstərir. İkincisi, xəttin qalınlığı onun gücünü, yəni intensivliyini göstərir. Qalın xətt daha güclü axın deməkdir. Üçüncüsü isə rəng onun növünü bildirir. Məsələn, isti cərəyan qırmızı, soyuq cərəyan göy rəngdə. Vəssalam. Bu üç elementlə istər okean cərəyanlarını, istərsə də ticarət yollarını asanlıqla göstərmək olur. Amma bir şeyi də yadda saxlamaq lazımdır. Bu xətlər iki cür ola bilər. Bəzən bir çayın və ya dəmir yolunun trayektoriyası kimi tam dəqiq yolu göstərir. Bəzən isə daha sxematik olur. Məsələn, iki ölkə arasındakı ümumi ticarət axınını və ya küləyin əsdiyi təxmini istiqaməti göstərir. Və indi gəldik mənim ən sevdiyim hissəyə, rəqəmlər. O quru, sıxıcı statistik məlumatları, əhali sayı, məhsuldarlıq, gəlir səviyyəsi, kartoqraflar bunların necə edir ki, bir baxışda anlaşılan canlı bir vizual hekayəyə çevirirlər? Üsullardan biri nöqtələr üsuludur. İlk baxışdan çox sadə görünə bilər, amma əslində çox güclüdür. Çünki o bizə təkcə nə qədər sualına yox, həm də harada sualına cavab verir. Yəni, həm miqdarı, həm də coğrafi paylanmanı, sıxlığı bir anda görmək olur. Gəlin bir misala baxaq. Təsəvvür edin, xəritədə hər bir nöqtə 100 ton pambıq istehsalı deməkdir. Siz nöqtələrin sıx olduğu yerə baxan kimi heç bir rəqəmə ehtiyacı olmadan dərhal başa düşürsünüz ki, pambıqçılığın əsas mərkəzi məhz oradır.
İndi isə çox vacib bir məqama diqqət edək. Kartoqramla bayaq danışdığımız keyfiyyət fonunu qarışdırmaq olmaz. Fərq çox sadədir. Keyfiyyət fonu nədir sualına cavab verir. Meşədir, səhradır, dağdır. Kartoqram isə nə qədər sualına cavab verir. Əhali nə qədər sıxdır, gəlir nə qədər yüksəkdir. Birincidə fərqli rənglər, ikincidə isə bir rəngin fərqli tonları istifadə olunur. Deməli, kartoqramda qayda belədir. Götürürük inzibati əraziləri, məsələn, ölkələri, rayonları. Sonra bir rəng seçirik, məsələn, göy. Və qayda budur. Rəngin tonu nə qədər tünddürsə, göstərici də bir o qədər yüksəkdir. Yəni, tünd göy rəng, açıq göy rəngdən daha çox əhali sıxlığı, daha çox gəlir deməkdir. Və nəhayət, sonuncu statistik üsulumuz kartodiaqram. Təsəvvür edin ki, xəritə ilə diaqramı, məsələn, bir halqa qrafik evləndirirsiniz. Nəticədə kartodiaqram alınır. Bu üsul bizə təkcə ümumi bir rəqəmi yox, həm də onun daxili bölgüsünü, strukturunu göstərir. Müqayisə aparmaq üçün bundan yaxşı alət yoxdur. Məsələn, baxın bu A regionuna. Üzərindəki bu balaca diaqram bizə bir saniyə içində deyir ki, iqtisadiyyatın yarısı sənayeyə, 30% kənd təsərrüfatına, 20% isə xidmətə aiddir. Heç bir cədvələ, uzun-uzadı mətnə ehtiyac yoxdur. Sadəcə baxırsan və anlayırsan. Beləliklə, bütün 8 aləti, yəni 8 əsas kartoqrafik üsulu birlikdə öyrəndik. Artıq siz xəritəyə sadəcə baxan biri deyilsiniz. Siz xəritəni oxumağı bacaran birisiniz. Artıq o xətlərin, rənglərin, işarələrin arxasında gizlənən məlumatı, hekayəni görə biləcəksiniz. Hər bir simvol, hər bir rəng tonu sizin üçün bir şey ifadə edəcək. Onda son sual belədir. Bu yeni biliklərlə silahlanmış halda növbəti dəfə bir xəritəyə baxanda orada hansı hekayələri kəşf edəcəksiniz? Çünki unutmayın, xəritələr sadəcə yerləri göstərmir. Onlar bizə dünyamız haqqında saysız hesabsız hekayələr danışır və siz artıq bu hekayələri dinləməyi öyrəndiniz.